Esselamu aleykum. Bir nəfər Həsən Əl-Basri həzrətlərinin yanına gəlir. Əfəndim deyir, mənim bir qızım var. Çox gözəl və çox ağıllıdır. Amma ona nəsə olub. Gecə gündüz ağlayır, namaz qılır ağlayır, Quran-ı Kərim oxuyur ağlayır, hədis şərif oxuyur ağlayır. Ağlamaqdan gözləri yumulmaq üzərədir. Kör olub heç görməməyindən qorxuram. Allah üçün gedək, qızıma bir nəsihət et deyir. Həsən Əl-Basri həzrətləri adamın sözünü yerə salmır, onlara gedir. Qızdan səbəbini soruşur. Sənin bu qədər ağlamağına səbəb olan şey nədir? De sənə yardım edək deyir. Qız belə cavab verir. Mən xəstə deyiləm. Mənim heç yerim ağrımır. Halım isə çox yaxşıdır. Gözlərimin yaş tökməyinin səbəbi isə Allahı görə bilmək ya da görə bilməməkdir. Əgər bu gözlər axirət həyatında Allahı görəcəksə, Allahı görmək uğruna 1000 dənə göz fəda olsun. Amma bu gözlər axirət həyatında Allahı görməyəcəksə, Allahı görməyə layiq olmayacaqsa, Allah alsın bu gözlərimi kör olum, istəmirəm. Allahı görməyən göz mənim nəyimə lazımdır deyib, Allah deyərək vəfat edir. Həsən Əl-Basri həzrətləri belə buyurur. Nəsihət etmək üçün gəldik, nəsihət aldıq. Həkim olmaq üçün gəldik, həkimimizi tapdıq. Subhanallah, əziz müsəlmanlar, o Allahı görmək uğruna gözlərini fəda etdi. Bəs biz Allahı görmək üçün hansı əməlləri edirik? Bunu heç düşünürükmü?